Hala, bu burada, bu da burada. Azca bu yana qoyaq. Bəs sana. Yaxşı. Hə. Deməli, hər kəsi xoş gördük. Orada play basmışam da YouTube üçün, düzdür? Hər kəsi xoş gördük. Deməli, bu videonu axıra kimi izləyin. Çünki burada nə var? Burada həm test izahları olacaq. Həm də xalqımızı maraqlandıran suallarla bağlı bəzi şeylər deyəcəyik. Odur ki, axıra kimi dinləyin, izləyin və bunu da belə qoyaq, rəy bildirin. Səhifə neçədədir? 399. Baxaq görək elə. 399 xalqımıza inanırıq. 399. Yaxşı, nə? Ürəkbə salma. Hə, ya Allah. Deməli, mövzuarası əlaqə. Burada nə edirik? Bunu mausu verirəm sənə. Oradan aşağı yuxarı sən eləyəcəksən. Mən xalqımıza... Hər kəs yazır? Yazır. Hə. Hə, Allah. Bağırım can. Necə tərpən biri? Hə. Deməli, başlayaq. Neçəli suala baxacam. İndi burada hər bir sualda bax, bizim problemimiz nədir əslində? Bizim problemimiz birinci məsələ, məsələn, biləm, hamınız hər şeyi bilirsiniz. Mən testə gəlib tətbiq edəndə əziyyət çəkirəm. İndi oradan danışıram ki, məsələn, hər bir testdə vaxt qazanaq, necə ilə tez bazar olsun, çətinlik çəkməyə və s. və ilə axır. Aydındır? Hə, arada oralara nəzarət edin ki, yəni hər kamerada yaxşı görünürəm də bəli. Hansı kameraya baxım? Şey də deyim, məşhur olacaq. Başlayaq. Yəni, burada diqqət eləməlisiniz nəyə? Onlardan danışacağım. Əgər suallar zamanı, sualınız yaranarsa da, deyərsiniz, onlarda izah eləyəcək. Burada ilk əzəm axırda mənə tox vuracaq burada. Hə, deyin gəlsin. Neçən sual? 50-ci suala qədər səhv yoxdur. 33-ə qədər. Deyin, nə biraz səhvlərə zaten deyin ki, baxaq da. Sonra bax, göz dəyəcəksə, deyəcək, bunun səhvi yoxdur. 12. 12. 12. Hə, hansı sxemlər düzgündür? Bax, vasitəsi nitqdə, biraz yuxarı qaldı, hə, nəzər aldı boyuma. Deməli, vasitəsi nitqdə biz nəyə baxma? Hansı sxemlər düzgündür? Biz nə demişdik? Biz demişdik, 3 nöqtə harada olur? Dırnağın içərisinə. Bu düzgündür. Görürsünüz, burada problemimiz yoxdur. Şimdi buna əl dəyib, ilahi pərverdigara. Şimdi buna əl vurub. Bircə dəqiqə. Deyirəm də. 100%. Hə. Deməli, 3 nöqtə harada olmalı? Dırnağın içərisinə. Bu doğrudur. Düzdür? Sonra gəlir növbətiyə baxaq. Məsələn, M qoşa nöqtə tire vergül tire M. Doğrudur mu? Doğrudur. Yəni, heç bir problem yoxdur məsələn. Biz burada problem görmürsünüz, deyirsiniz. İkinciyə baxaq. M və sual, M, bəli, dırnaq içərisində sual işarəsi var, amma sual işarəsindən sonraki bu nöqtə burada artıqdır. Necə dəqiqə, biraz nazildir. Görün, bu, nə olmuş ki? Hə, davam eləyək. Sonra baxaq görək burada. V, M, V. 2 V böyük olmaz. Deməli, bu necə fikirdir? Səhv fikirdir. Bəli, bu isə doğrudur. M qoşa nöqtə V dırnaqda vergül tire M doğrudur. Yəni, doğrular nə oldu? 1, 3, 5. Cavabımız B. Vasitəsindən bağlı hansı durğu işarələri işlətmirik biz? Yəni, onu istəyirsə vasitəsindən bağlı. Yəni, vasitəsindən bağlı durğu işarəsi deyirsə, sualdır, nidadır, nöqtədir, 3 nöqtədir, onları hesablamırıq. Yenə deyirəm, bir var buraxılmış durğu işarələri hamısını tapırıq. Bir də var vasitəsindən bağlı durğu işarəsi, onda yox, eləmirik. Sonra. Hə. Mənim orada 5-ci var ya, 13-də 5-də. Hə. Orada dırnaqdan əvvəl tire qoyulub. Hə. Biz orada xüsusi bir, nəysə, bir şey deyilini görürük. Mən onu niyə görmədim? Mənim o 5 səhv deyil. 5 səhvdir, mən bunu niyə görmədim? Bu səhvdir axı. 1-3-4, onda bu vasitəsində, burada nöqtə var, çox üzüm ayağınızın altına salxımları ilə. Burada nöqtə var, bəli, bu doğrudur. Bağışlayın. Görmüyorum, təşəkkür. Hə, görürsünüz, gün şagirtləri var, müəllim səhvini tuturlar. Sağ. Sonra. 33. 33'e qədər. 33'e qədər 31. Hanı? Gəlirik də. Hə, qurulsa növbə digərlərin fərqlənən söz. Gəl baxaq, bir dənə icazə veririk. Deməli, keşməkeş necə sözdür? Sadə, qaldırmaq, sadə, qalmağın qaldırmağa dəxil olmadığını, istiotlamaq, mürəkkəb, 3-4 dənə feil var idi. Biçik yazılan mürəkkəb, istiotlamaq, xoşalamaq, xudafizləşmək, sağollaşmaq, bir də var toz soranamaq. Bağlamaq, təbii ki, bu düzəltmədir. Yəni, burada diqqət edin, ha? Bu manı qrammatikdə düşünsən, leksidə düşünsən, artıq bu, burada həll edilir məsələni. Bu necə sözdür, Çaşbaş?
Sadə. Deməli, əslində mürəkkəb sözdür. Çaşmaq. Mürəkkəb, çaşmaq, çaşbaş. Mürəkkəb söz. Hə, indi nə deyir? Deyir ki, fərqlənən sözü təhlilinə aid. Fərqlənən sözdə oldu nə? Bax bu. Mürəkkəb sözü yaradan tərəflər arasında yox. Eyni hərf müxtəlif səsləri ifadə edirmi? Xeyr. Dəyişən yazılış fərqlənmir. Sözün ümumi qrammatik mənası vurulan asılı dəyişsə də kök sabit qalır. Bəli. Bağlama, bağlama. Bağlama ya isimdir, qutu mənasında, vurğudan. Bağlama olsa olacaq feil, qrammatik mənada fərqlənəcək. Amma hara fırasam nədir kök? Bəli. Feilin hansı şəkilləri idi? Əmr idi, şərt idi, vurğu, qəbul. Belə şey danışmamışıq. Biz, baxın, feildə diqqətli olun. Çünki bizdə, məsələn, biz nə deyirik? Biz deyirik ki, şəxs sonluqları xəbəri şəkildə vurğu qəbullənmir. Amma əmr şəklində belə deyil. Əmr şəklində vurğuludur. Nəyə görə deyirəm? Yəni, bir qayda olaraq düşsək ki, testdə ki, tərkibində şəxs sonluğu olan söz heç bir halda vurğu qəbullənmir, səhvdir. Məsələn, əmr şəklində bir feil yazsaq, gəlsin, bəli, sin vurğuludur. Bəli. Deməli, şəxs sonluğu nə olur? Hə. Zəng gəlir. Bə nə isə orada? Hə, nədir? Düzgün eləməmişəm? Moderatora bitirdi də bir də. Hə. Davam edək, sonra. Hansı fiksiyası olma məsələsi? İzah edirəm. Baxın, birincisi, məsələn, yox, elə deyil, bircə dəqiqə. Hay Allah. Hay Allah. Şimdi bu zəngin. Onun vaxtıdır. Bu süreçmine qoyanda Wi-Fi ilə əlaqə kəsilir. Siz etməyə qoyun. WhatsApp-dan zəng geliş orasından. Hələ bir də o WhatsApp-dan vızıb atanlar var. Onlar ümumiyyətlə başqa dərddirlər. Hə. Deməli, şey var. Nə deyəcəkdim? Hə. Qab yuyan, paltar yuyan, qızdırıcı, bunlar sifət. Amma toz soran və soyuducu isimdir. Niyə? Bax, məntiqin deyirəm. Məsələn, qab yuyan maşın. Bu maşındır. Başa düşün. Amma biz toz soran maşın demirik. Soyuducu maşın demirik. Düzdürmü? Artıq onların adıdır. Təyin edici kimi də. Bəli, amma qab yuyan, paltar yuyan, qızdırıcı soba, qab yuyan maşın, paltar yuyan, ət çəkən maşın. Bunlar hamısı sifətdirlər. Yadda qala. Hə. Soyuducu və toz soran. Bir də bu an-ən, elə burada maraqlı bir şey ortaya çıxır. Bu an-ən bir dənə arğı təşkillə. Burada an-ən məsələsi var. Bu an-ən. Bax, bu an-ən sizə bəzi yerlərdə problem yarada bilər. Məsələn, fərz edək ki, bu söz belədir. Qab, yuyan. Əgər ayrı yazılıbsa, bu heç bir halda sifət deyil. Bu feili sifətdir. Çünki ayrı yazılan sifət olmaz da. Hər nədir? Fərqi yoxdur. Amma siz görsəz ki, bitişik yazılıb, bax, məsələn, feili sifətlər, məsələn, qab, yuyan. Belə yazılıbsa, bu ya isimdir, burada sifətdir də. Yəni sifətdir, başa düşür? Fikrim çatdı. Məsələn, əgər çaşırsınızsa, bu sözü yada saxlayın. Əl-züyan sözünü yada saxlayın. Hansı fiksiyasıdır? İsimdir. Amma bu fərz eləyək ki, bu feili sifət olsa, onda belə olmalıdır. Əl, nə defislə təbii ki, əl, üz, yuyan. Məsələn, əl, üz, yuyan qız. Bu artıq feili sifətdir. Aydın, əl, üz, yuyan, yəni moydadır, rakvina, nə bilim. Nə deyirsiz ona? Ondan. Hə, davam edək. Unvanlik, hə. Bir-birinizi dinləyək, hə. Var. Soğulma olmalı deyil. Olsun da, o da vardı. Bax, siz, bir dəqiqə. Mən sizə mani olmuram. Kamyon belə şey yapılandan basır. Bəli, feil sifət ola bilməz. Dildə elə şeylər çox baş verir. Toz soran sözü var. Sormaq feili var. Hə. Deyil, tozu sorur da. Hə. 33. 33. Hə. Uyğunluğu müəyyəndir. Gəlin baxaq. Səbirli olun. Bizə nə deyir? 33-də. Deyir ki, uyğunluğu müəyyəndir. Eyni mətnə birinci üslubun əlaməti özünü göstərə bilər? Bəli. Məsələn, ola bilər ki, sən elmi üslubda danışırsan, bədi təsir ifadə vasitələrlə danışırsan, bir dənə bədi cümlə verirsən də, onu sübut eləmək üçün. Deməli, bir mətnə birinci üslub ola bilər. Məsələn, rəsmi işgüzar üslubda bu ola bilər? Bəli, məktubda. Məktubun özünün quruluşu, qaydası rəsmi işgüzar üslubdur, amma tərkibində sən nəyisə yazırsan, məişət də ola bilər o, bədir ola bilər və s. Düzdür, bir nə bir şeir də yaza bilərsən məktubda. Rəsmidə bəyanat var. Bir dənə icazə ver. Hə, təşəkkür edirəm. Bu doğru. Ailə məişət sferasına təzahür edən məişət üslubun təbili və nitqin tamamilə belə bir şey yoxdur. Nitqin. Gəl səni görsünlər. Kadrdasın, özü 2 dənə yerdə səni görəcək. Dəndərə, 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 dəndərə. Belə döndürə olur, əylə döndürə olmaz. Nəsə, hə.
tamamilə sərbəstlik, belə bir şey yox. Tamamilə sərbəstlik deyil. Baxın, ümumiyyətlə biz deyirik ki, yadda saxlayın söz oyunlarına. Məişət üslubu digər üslublara nəzərən biraz sərbəstlik var. Amma məişət üslubu sərbəst üslub deyil. Aydındır. Və yaxud, məişət üslubunu mən evdə nətər danışıram, elə qəbul eləməyin. Məişət üslubu, mən evdə nətər danışıramın, o nətəri təmizlənəndən sonra ortada qalan hissəsidir. Fikrim çətdir. Yəni, az, bəri gəl, az oradan çıxır, bəri gəldi məişət üslubu. Fikrim çət. Hal-hazırda məişət üslubuna dərs keçirəm, nə mən? Hə. Deməli, C. Bu nə oldu? Yanlış. Elmi üslubda nitqi fərdiləşdirmək üçün statlardan istifadə olunur. Nitqi fərdiləşdirmək üçün. Statlardan. Elmi üslubda hər hansı bir qaydanın tərifi ödənmək üçün statlardan istifadə olunur. Məsələn, Arximed qanununa görə və yaxud da deyirsən ki, Newton 3-cü qanunu deyil. Başa düşdünüz? Nə oldu bu? Yanlış. Bədii üslubdan müqayisədə publisistik üslubda adətən terminlərin dialekt və lorusla istifadəyə yol verilmir. Baxın, bədii üslubdan müqayisədə. Bu, niyə ki, bədii üslubda bəyəm termin kim nə gəldi istifadə edə bilər? Və yaxud, kimdir ki, publisistik üslubda termin istifadə oluna bilməz? Sizə belə bir şeydir. Bax, bunu dedim, bir daha deyirəm. Yoldaşlar, bir var, üslub üçün olmazsa olmaz. Məsələn, bəzən elə bilirlər ki, elmi üslubun tələbi, termin elmi üslubun tələbidir. Xeyr, termin olmaya da bilər də. Məsələn, deyirsən ki, bir dənə tərif deyək də, nə deyim, təyin özündən sonraki üzvü təyin edir. Termin görürsünüz burada. Təyin sözü, düzdür. Ola bilər ki, elə bir tərif ola bilər, o termin olmasın da. Sadə bir yolla olsun. Deməyim odur ki, termin elmi üslub üçün xarakterik xüsusiyyətdir. Yəni, bir üslub üçün xarakterik xüsusiyyəti o üslubun olmazsa olmasına qarışdırmayın. Məsələn, elmi üslubun olmazsa olması nə? Dəqiqlik, konkretlik, birmənalıq, yığcamlıq və s. və ilə. Məsələn, terminlər, qrafiklər, sxemlər, düsturlar, təriflər elmi üslub üçün xarakterikdir. Amma bu o demək deyil ki, onun tələbidir. Yəni, sən sabah bir publistik üslubda bir aparıcının nitqində bir termin rast gələ bilərsən. Aydın mı? Bədii üslubda bir hekayə yazarsan, orada bir həkimin dilindən bir termin verə bilərsən. Başa düşdünüz? Deməli, bu nə oldu? İstifadəyə yol verilmir, yanlış fikir. Bizdə uyğunluq lazımdır. Orada bir tapmışıq, 2 dənə cavab, hə? Hə, nəsə, rəsmi gözəl üslubda mətnlərdə arxaik leksika qorunur, xeyr, qorunur. Bu yanlış fikirdir. Nə tapdıq biz? Bunda mən harca qarşı. Cavabımız nə verir? Hə, burada nə qoyur? Müqayisədə? Publistik üslub, adətən, hə, adətənə görə. Adətən, tamam. Sonra. Arxaik leksika nədir? İzah edirəm. Rəsmi gözəl üslublarda quruluş möhkəmdir. Yəni, biz onu tərpədə bilmərik. Məsələn, deyirsən ki, belə bir ifadə olur həmişə. Filan tarixdən sonra bu qanun qüvvəyə minir. Və bu tipli ifadələr. Hansı ki, sən onu dəyişib qüvvəyə oturur deyə bilmərsən. Səlahiyyətə minir eləyə bilmərsən. Bəli, və yaxud ərizədə nədir? Ərizədə bizə nədir? Yazırsan yuxarıdakı filan kəzən filan tərəfindən o sözü dəyişə bilmərsən. Arxaik leksika oldu. Yəni, o 100 il əvvəldə elə olub və o qorunur. Bax, nə oldu? Vay. Canlı yayım kazaları. Hə. Mən deyim. Hə. Əvvəlcə, yəni bizə bu ayrı da yazılanda, eyni də yazılanda qədər? Yox, biri isimli, biri felsəfə, amma eyni şeydir. Necə eyni şey olur? Biri isim, biri felsəfə, necə eyni şey olur? Yox, məzmun olaraq da. Kızım, əlüzcan Rakvinadır. Əlüzünüzü yuruq ha orada. Unvarnik. Hə, birisi adam ola bilər, əlüzcan qız. İkisi necə eyni şey olar? Tamam. Neçə? 34. Deyir ki, ağlı yoxsul, axmaq varlıdan yaxşıdır. Hə. Bu varlı sözündən ehtiyatlı olun. Niyə? Zaten onlardan ehtiyatlı olmaq lazım. Varlı sözündən. Bax, oradakı var hansı vardır? Dövlət mənasında vardır. O, predikativ olan vardır. Predikativ olan varla amonimdir bu. Sivəni buradan vurublar 100%. Deyir ki, baxaq, nümunədə kökləri antonim olan sözlər yer alır. Hanı? Bax, onu deyirəm də elə bayaqdan. Bax, bu yox, predikativ yoxdur. Amma bu var, dövlət vardır. Görsən, buna dəxli yoxdur. Antonim deyil. Başa düşdünüz? Yoxsul sözünün kökü yoxdur. Amma hansı yox? Bizim predikativ olaraq işlətimiz yox var, o. Kitabım yoxdur da, yoxdur. Bax, məsələn, mənim suyum var, predikativ görsən, suyum yoxdur. Bunlar antonimdir. Amma varlı sözünün mənasında var, dövlət mənası var, pul mənasında var. Onunla bu yox antonim deyil mi? Varlı başqa
Yox, vardan da, köklərdən danışır axı. Varın sözün kökündəki var hansı vardır? Predikativ var yoxsa dövlət? Ha, kasıb. Hə, Bunun predikatdan başqa mənası yoxdur da. ədət var. Hə, davam edin. Neçə? 37. Klasteri tamamlayın. Cümlə... Deyəsən bu tam düşmürəm. Eybi yox, biraz kisildə bilərsən də, bax, öyrədin, bax, bura vurursan bir dənə minusa vur. O predikativ söz. Eləmir, görməyib də, uşaq neynəsin? Hə, əla. Necə? Cümlə üzvüdür də, predikativ sözlər hamısı xəbərdir də. Hə, və hamısında müəyyən şəxsi cümlədə olur, hamısında ismi xəbər olur. Və suala cavab vermir. Sabah gelir varla yox azara sual verir, bizi biabır eləmir. Hə, söz cümlə ilə cavab vermək olur. Söz cümlə nədir? Hə, yox, bəli, xeyr, əlbəttə, şübhəsiz. Bax, ilə də cavab vermək olur. O deməkdir ki, mən onu iki cür anlamalıyım. Evə kimi aparacaqsan? Şirmənmədi. Evə kimi aparacaqsan? Hə, ödəyirdik, düzdür. Əslində bu tip klasteri eləməyin yolu nə idi? Demişdik, klasteri boş verir, birbaşa variantlara baxırıq. Baxıram ki, birlərin qabağına ya A var, ya C var, görürsünüz. Nə edirəm? Deməli, mən bu A ilə və bu C ilə işləyirik, düzdür, işləyirik. Aha, indi baxaq. Evə kimi aparacaqsan, evə kimi aparacaqsan. Cümlədə qoşma olub, olmadığını dəqiq demək olmur. Bəli. Evə kimi aparacaqsan, əvəzlikdir, ya da evə kimi qoşmadır. Deməli, B-ni hara yazaram? A-nın qabağına. Baxıram, əgər C-nin qabağında B varsa, o variantı nə edirəm? Çıxıram. Görürsünüz, bu variant getdi. Sonra, nümunəli təsirli çalı söz ola da bilər, olmaya da bilər. Təsirli çalı söz. Bəli, baxıram buradakı, yenə kimi sözü var. Qoşma kimi düşünsən, təbii ki, təsirli çalı olmaz. Əvəzə kimi düşünsən, bəli, təsirli çalı ola bilər. Deməli, E-ni hara yazaram? D-ni hara yazaram? A-nın qabağına. D harada olmalıdır? A-nın qabağına. Baxıram, elə bir variant yoxdursa, silirəm. C-nin qabağında var? Yox. Sonra, əvəzlik və düz gedirəm. Anın qabağına beyaz sirdiyizdən başqa. Mən seni silməliydim, düz üstünəm. Hə, seni silməliydim. C deyib bunu silmişəm. C-nin qabağında B haradadır? Yoxdur, C-nin qabağında D də yoxdur. Hə, nəsə işimiz yox. Tamam. Üzüm ayağınızın altına. Elə bu cavab hazırdır da, B deyil. Budur da, sevəstəlam. Yəni, daha qısa kəstirməli. D-yə də baxaq. Nümunəli təsirli çalı söz bunu dedik. F. Cümlə üzrə birinin qoşmalı söz ifadə olunun dəqiq demək olmur. Hə, elə məhz buna görə. Sonra. 50 demişdim. Nə? 50. 50. 49? Yaxşı. 49. Hə. Altından xətt çəkmiş sözlər əsasında uyğunluğu müəyyən edin. Demək, şəhərdə izdiham yaşanır. Bugün tapşırılan bütün işlər yerinə yetirilməli. Danışılan şəxsin görülən işə və ifadə etdiyi fikrə münasibətini bildirir. Birinə aiddir. Bu ara sözə aid fikirdir. Bu da ara söz deyil. Biri tulladır. Tullayaq da bir. Sözün tələffüzü yazısından fərqli deyil. Demək, yetirilməlidir. Hər ikisi fərqlənir, görürsən. Deməli, bu da nə oldu? Səhv oldu da. Elə deyil. Baxaq. Amonim tayları fərqli nitq hissələridir. Sözlərin yalnız birinə aid. Amonim tayları. Bu nə? Səhv. 50. 50-də bir götürüb mən 2-dən. Baxıram. Əldə mənə nədir? Şəkilçisi Antonio əvəzləsək məzmunu. Bu bir-iki dənə söz var. Yuxulu, yuxusuz, eyni mənadır. Filankəs yuxuludur, filankəs yuxusuz, eyni məna verir. Yəni ki, üzündən gözündən yuxu tökülür. Bir də vardır, üzlü, üzsüz. Aha. Bir bu. O harada bir kef idi, o harada kefsiz idi. Amma bizə nə deyir? Antonim ilə. Bir keflə kefli. Aç. Sən görəndə mən nə 100 dənə alpen qol görürəm. Hə, bir keflə kefli eyni məna olur? Xeyr. Yemək çox duzlu idi, yemək duzsuz idi. Eyni məna olur? Xeyr. Üzüldüm, qardaşlıq günlərim yadıma düşdü. Qardaşlıq günlərim? Bu olar da mən. Qardaşlıq. Qardaşsız olar da. Yox, qardaşlıq günüm və qardaşlıq günüm nətər olur? Eyni məna olsun. Məzmun deyil, ağlı bala. Hədəmədə məzmun deyil. Bala, qardaşlıq günlərimlə, qardaşlıq günlərim necə eyni məna olur? Nə biçim qardaşdır o? Necə bir qardaşdır ki, onun varlığına yoxluq eyni şeydir. Nəysə, bir tərəf deputatlardan biri sıxışdırıldı, tərəfsiz. Onlar da mənim eynisdir. Olmur, bir dənə bir. Çünki bir tərəf, tərəfli.
Antonimi li olar da bunun. Düz gəlmir ha? Bir də böyle tərəfsiz kimi götürür. Bir tərəf elə tərəfsiz deməkdir də. Sinonimi yox, antonimi deyir. Bir tərəf deyil. Allah bunu neçə yerdə elə yazıb bizi biabır eləmişsiniz. Hə, o ampula sözünü, amplua sözünü ampula demək. Oy, ana xanım, amma onu düz yazmış. Hə. Ampula başqa şeydir, amplua başqa şeydir. Ampula o eynədir də, o şprisin olduğu. Buyur, daha məndən sabatçısan, buyur sən də eynə. Buyur, ben deyim də. Amma amplua isə rol deməkdir, rol. Deyir, filankə söz ampulasından sözü səhvdir. Filankə söz ampluasındadır, o söz belə yazılır. Bəli, amplua. Bəli, bu başqa şeydir, ampula başqa şeydir. Lütfen o sual değil. Kim çatdı? Hətta o diplomant keçən miqaya düşmüşdü. Əgər imtahana düşsün, səhv yazılmıyor da. Heç bir ola səhv yaz. Normanı poza bilər. Lex normanı, hə. Diplomat bildiyimiz siyasi şəxsiyyət. Diplomant isə hörmətli... Ben diyorum mesela öz ampul aslında. Oranı kesmişik Cəmilə, şimdi diplomant sözündəyik. Ampula iynədir, şpirisdir. Hə, o bitdi. Amplua isə roldur. Filankə söz ampulasında yox, filankə söz ampluasındadır. Diplomat, dediyim kimi, diplomat o siyasi cəhətdən olan bir şəxsdir. Diplomant isə diplom işi yazan tələbəyə deyilir. Diplomant. Bir anlı. Tıdan qabaqını. Mant. Diplom ant. Hə, sonra. Məsələn, cümlədə yazılsa filankə söz ampulasındadır, səhvdir. Lex normanın pozuntusudur. Ampulua olmalıydı. Leksik norma pozuntusu. Hə, sonra. 60. 60 hanı? Hə. 60. Hə. Həm kökən və şəkilci müstəqil leksik məna olan söz, həm də şəkilci kimi iştirak edə bilər. Hə. Süz və gün sözləridir də. Orada dillər denən yaramıyor belə. Din deyə şəkilçi var. Yox, din kök olur, aynen. Deyir, həm kökən və şəkilçisi. Yəni, süzgün sözündə, süzdə həm söz, həm şəkilçi ola bilər, sızsız, susuz. Gün də həm söz, həm şəkilçi ola bilər. Mən də uşaq vaxtı elə bilirdim ki... Nə qədərik? 68. Ha, o elə olur, TikTok. Hə, mənə görə şey edirlər. Seçilirsiz ancaq lövhə. Nə yazılar rəydə zadda? Yenə alə tərbiyyəsi sərgiləyən yoxdur ki. Bugün kimsə yenə alə tərbiyəsini nümayiş elətdirirdi. Hə, neynəsi? Bax, məsələn, birisi necədir? Bu, onun məsələdir. Bax, məsələn, bir insan xaraktercə gözəldirsə, istəyir onu sərgiləsin. Bir xanım gözəldirsə, istəyir onu sərgiləsin. Düzdürmü? Yəni, kimin nəyi var, onu sərgiləyir də. Yəni, niyə özü yorursunuz ki? Bu belədir. Sosial şəbəkələrdə buna şərait yaradır. Yəni, qab nədirsə, odur. Aydındır. Onun ki, özü elə adamlarla yormuyor. Yəni, onun olanı odur, olanı odur. Əlindən başqa bir şey yoxdur ağı. Məsələn, mən səndən 100.000 dolar pul istəsən verə bilərsən, yox, yoxdur. Sənə gelib o elə adamdan tərbiyə istəsən verə bilməz. Niyə? Çünki yoxdur. Abi burada yeni məndən içerim. Mesela 106. Davam elə. Hə. 61. Nə dedi ki Cəmilə? Yaradıcı fəaliyyət yenilməz oldu sabahki toplantı. Hə, nədir problem? Orada qoyucuq Əsas tərəfi düzəltmə söz ifadənin ismi birləşmə. Hə. toplantı sonra bir. Toplantı düzəltmədir. Toplantı. Və sonunda niyə bu çıxır? Çünki bu ancaq buranı ödür. Bax, fikir ver, səbirli ol deyəcəm. Əsas tərəfdir. Ordu sadədir, bax, bu sual işarəsi iki yerə hökm edir. Görsən? Bu sual işarəsinin ödənməsi üçün verilən fikir hər ikisinə aid olmalıdır. Yenilməzdə Yenilməz düzəltmədir. Maz sifət düzəldən şəkilçi var. Bu adətən bizim müdafilə bir dəqiqə onu feyli sifət kimi kəşf edilir. Elə şey yoxdur. Hə. 62-yə də baxın. 62-ni 62 dənə alıb şirin mi olur? Nə olur 62? 62-yə mən də yazmışdım. Xdır. Baxa, 1, 3, 4. Baxıram. Fərqləndirilən feil, kiməsə mani oluram 100% bilirəm. Aha. Deməli, yandırdı eşqin bağrımı, səndən mənə dərman gərək. Yanlışlıq adı. Məlum növdür. Fikir doğru. İkidə xoşum gəlir şəxsim. Gəlirəm. Xoşum gəlir. Xeyr, şəxsiz
cümlədir. Şəxsiz feil. Feilin qrammatik məna növünün olması üçün orada iki şərt ödənməlidir. Nə demişdik? Bir, onun məzmunu və onun şəkilçisi. Deməli, bu yanlış fikirdir. Aydındır? Bizə növ deyir. Divara dayanmış baltalar. Hə, dayanmaq sözündən ehtiyatlı olun. Dayanmaq, bax, mən gedirəm. Dayanmaq bu məlum növdür. Amma dayanmaq, söykənmək qayıdış növü də ola bilər. Əgər özümə söykənmişəm. Yox, nəyə sonra söykənmişəmsə, dayanmışamsa məhsul növüdür. Aydındır, dayanmaq sözü. Var dilimizdə toxunmaq sözü də elədir, toxunmaq sözü də. Məlum növdə ola bilər. Bəli, məlum növdə ola bilər toxunmaq. Məsələn, deyirsən ki, mən divara toxundum. Söz sadədir. Amma paltar toxunundur. Toxumaq. Toxumaq və nə? Aydındırmı? Paltar toxundu, məhsul növdür. Amma məsələn, o divara toxundu, məlum növdür. Çünki sadə. Dayanmaq həm qayıdış, həm məhsul. Məhsul və məlum növdə ola bilər. Aydındır? O da cümlədə mənaya görə. Bəli, hə. Məlum növdə onu dayanmaq sadədir. Hə, durmaq. O nəsə dayanmırıq axı. Hə, nə oldu burada? Deməli, divara dayanmış baltalar, bəli, məhsul növdür. Doğru, amma bura nə yazır? Görürsünüz, ödənmir də, aydındırmı? Duyğular kirpikdə, qaşda gəzişdi. Gəzişmək nə demişdik? Məlum növdür, bəli. Hardan bilirik? Bəli, tək gəzə bilirəm. Deməli, bu nə oldu? Yanlış fikir, bu nədir burada? Amma deyir, doğru. Axır, mən də qocaldım, gül ömrüm bada getdi. Qocalmaq təbii ki, məhsul növdə deyil. Çünki, baxın, hə, burada bir söz oyunu var. İzah edirəm. Feilin qrammatik məna növləri yalnız və yalnız feildən düzəlməlidir. Amma kök feil olmaya bilər. Çünki biz düzəlməklə kökü ayrı-ayrı başa düşürük. Düzdürmü? Bir daha deyirəm. Feilin Feilin qrammatik məna növləri feildən düzəlməlidir fikri düzdür. Amma kök feil olmalıdırmı? Feil. Məsələn, salamlaşmaq sözü qarşılıq biləcək növdə kök feil deyil. Hə. Toxunmaq nədir? Nə? Bax da, frazi birləşmə lüğətə niyə bax? Niyə məni lüğət kimi görürsünüz? Dedim də, hə, frazi birləşmə. Deməli, nə oldu burada? Bir dənə hansılar ödədi? Yanlış istəyir. Yanlış istədiyi üçün 2, 3, 4. 67'ye bakın da. 67. Orada sanslanmıştır. Daha 3 leksik köşesi yoktur. Yox. Sancma. Yox. Sancı. Yox. Sanc, sancı, bax, isim, feildən isim, sonra lan. Sancılamaq yoxdur məndə. Yox, sancılamaq feil yox. Yoxdur da, kimsə sancılamaq, axırca və kimi sancılamısan? Sancımaq olur da. O başqa şeydir, sancılmaq məhsul, o başqa şeydir. Hə, onu qoysa izah edin. Bax, diqqət edin. Yaxşı sual. Ağ yer. Hə. Bax, yazıram bura ki, sancılan. 2 dənə söz yazıram. Sancılan. Feili sifətdirsə, al əldir. An əndir, düzdürmü? Feili sifət şəkilsi nədir? An ən. Yerdə nə qalır? Il məhsul nədir? Çünki feili sifət şəkilsi nəyə qoşulmalıdır? Feilə. Oldu, bax, il feil şəkilsi. Amma burada lan leksik şəkilçidirsə, sancılan əmr şəkli. Düzdür? Onda olur sanc sözün kökü. Ha, lan nəyə qoşulmalıdır? Feilə qoşula bilər lan? Bura. Aydındır? Bax, gəlin belə, bax, yazıram. Sancılan bayraq. Belə yazıram. Ha, bu feili sifətdir. Amma deyirəm ki, abala, get, sancılan. Məsəl üçün də əmr şəklinin olduğunu göstərmək üçün deyirəm. Bax, bəzən də reaksiyalara bax. Hə, necə? Sancımaq demədim, sancı isimli dedim. Lan feilə qoşula bilməz. Lan ismə qoşulmalıdır, bəli. O qorxudulmaq sözü var ya, onda kimi. Hə. Hə, haqqında. Feilə qoşulan şəkilçi deyildi ki. Necə? Götür bir dənə feil qoş da, niyə özünü yorursan? Bir dəqiqə, bir dənə feil götür, ona lan qoş da. Axı, burada çətin bir şey yoxdur. Leksik şəkillər demişdik ki, sizə 2 yerə ayırırıq da özümüz üçün çətin olmasın deyə. Adlara qoşulan leksik şəkilsə, feillərə qoşulan leksik şəkilsə, düzdürmü? Niyə özü yorursun? Bir dənə ağza gələn feil götür, lan qoş götürür. Hə, haqqında. Deyir ki, bu cümlədən mütləq var. Səhvdir axı, cümlə belə başlaya bilirdi axı. Hakkında da aşılır. Bəli. Mübtəda nəyə bildirir? Xanıq var qabağında, görürsünüz? Hə. 69'un altıncısına bakın da. Baxaq da. Orada feili bağlamayı. Hələ bir dənə qoy səbirli ol, söhbətə girim. Nə olub?
Zərfli feili bağlama ilə bəli, məqsəd və yer zərfli feili bağlama ola bilməz. Məqsəd də. Məqsəd və yer zərfli feili bağlama ola bilməz. Dirəşərlər, yox. Ev haşəmdə bircə yer verir. Elə şey ola bilməz. Birincisi ad çəkməyin. Bu bir. İkincisi də ki, mümkün deyil MHM-də verilir ki, feili bağlama yer və ya məqsəd bildirir. Mümkün deyil. Hələ onu Zahir müəllim, İsmail müəllim yazıb. Hə. Yazılmışdı ki, yer zərfinə ifadə olunur. Yalnız yeri yazmışdı. Elə şey yazmaz. Mənə o cümləni gətirə bilməsən, Alpen Qopa Nicatın yana gedəsən. Mən sizə deyim. Hə. Yarı-yarıya alalım. Mən o Nicatdan imeni, o 100 dənəni alacağım. Nə yerdədir vəziyyət? Yaxşısınız mənim. 77 yenə düşdü. Siz gələndə düşdü bu. Gəl bəyənmirlər məni. Hə. Tamam, 74. Bu reaksiya verin ey TikTok'dakılar. Faydalıdır yəni bu danışdıqlarımız yoxsa yəni şey deyil. Yəni varsa bir reaksiya verin. Mən bilim ki maraqlıdır yoxsa gələn dəfə yenə TikTok canlı yayım açılmışsa açmayayım. Ehtiyac yoxdur. Nə deyirlər? Bir daha oxuyum. Bir tane bir də müəllimin dərsindən şagird güldü. Bu mənim dirişi 70 düşünəmiş. Olar. Olar. Bir rayon deyəndə mən adını çəkdi, hə? İmicli devam bilir ki, orada işləmiş. Nərimanovun hansı küçəsi? Həla. Konum ataq, TikTok'da konum atabilirik. Maalesef. Ən favor müəllimdən. Yaxşı şeylər yazıb mənim. Hə, davam edeyim. Neçəyə baxıram? 74. Baxaq. Rəqəmlərin yerinə bərpa olmalı durğu işarələri eyni olsa da fərqli məqsəd... Hə, bərpa olmalı durğu işarələri eyni olsa da fərqli məqsədlərə xidmət edir. Eyni olsa. Paşa, mənə burada bərpa olmalı durğu işarəsi. Bura nə qoymalıyam? Böyük hərflə olduğu üçün, bəli, nida işarəsi qoymalıyam. Səbirli ol. Səhv kimləri qoyman danışır. Həkim bilsə mənim atamı yandırar, nə həkimmiş arkadaş. Bir sağdan sonra nə qoymalıyam? Vergül, əla. Deyəsən, vergül. Yəni, səhv kimdədir? Ayrı-ayrı deyim də gələk, eləmi? Aha. Mənim nə danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var. Vergül. Neysə, özü yormayın. Vergül. Məsələn isə gözünü məndən ayırmırdı. Səndən heç nə istəmirəm, buna qoyacağım. M-dir, bəli, qoşa nöqtə, yerdən danışmırıq. Kimdir səhv edibsə, qoy o desin. Qoşa nöqtə. İndi mənə nə deyir? Deyir, durğu işarələri eyni olsa, durğu işarələri harada eynidir? Bir buradadır, bir buruna, bir də buruna. Düzdür? Ülkər. Deməli, necə? 6-7 qaldı. Y variantında 6-7 də var. Səndən əvvəl sonra. Səndən bitirir. Ən son cümlə. Yox. Hə, bunda çoxdur. Hə, qoşa nöqtə, burada tiredir, burada nədir? Vergüldür, əla. Deməli, nədir? Hə, biz... Başa düşmədimi? Y-də də var da vergül, hamısında... Bildim də, qoymuşam da. Hamısız axı. Bu nədir? Xət qoymamışsınız D-nin qabağına, onu deyirəm. B, C, D-nin qabağına xət qoymuş. Hə, bu xətdən burada qoyum. Xoşbəxtsən? Məndən yaşayıram, miləypərvər. Deməli, ən azından A bəndini çıxıram, düzdür mülkə? A bəndini çıxıram, bu bizə lazım deyil. İndi gələm. Yəni, bir ola bilməz də mənim cavablarımda. Biri buradan çıxıram. Deməli, həkim bilsə, 2, 3, 4 və 7-dəki rəqəmlər eynidir. Düzdür? Amma biri nəyə görə qoyulub? Tabiri mürəkkəb cümləyə görə. Biri qoyulub ara sözə görə. Biri qoyulub həmcinsliyə görə. Biri qoyulub vasitə nitqə görə. Düzdür? 2, 3, 4, 7. Sonra burada baxaq. Əlimdə 5 ilə 7 qalıb. Xeyr, 5-də qoşa nöqtə məsələ heç bir dəxili olmadığı üçün əlimdə qalıb deyirəm. Bir bağlamadığına görə götürmürük onu. Necə? Bağlama vasitəsi olmadığına görə götürmürük. Nəyi götürmədim? Bir daha heç birinə ilk. Hə, davam edeyim. 75-ə də baxın da. 75. Hansı hökmə uyğun cümlə qurmaq olmaz? B-yə baxın. Gəllik halı sözü müstəqil cümlə üzvü olduğu, amma xəbər olmadığı cümlə. Gəllik halı söz deyir. Gəllik halı isim desəydi, haqlı idi. Gəllik halı söz, bəli, əvəzlik. Bizim sizin sözlər təyin ola bilər. Sonra. 80. Nə oldu? Tamam. Hə. Nicatı qaşınır. 80. Boş xanalardan yalnız birinə. Hə. Bax, burada biraz ehtiyatlı olun. Bu sual sizi çaşdırmasın. Burada, bax, burada yox söhbətini edir. Burada var söhbətini edir. Düzdür? Siz nə edirsiniz?
sual sizi çaşdırmasın deyə sualı parçalayın. Bəli, birinci bu yox hissəsini deyir, nümunədə xitab yoxdur. Ada xitab var, var. Yaza bilirəm onu bura. Yaza bilmirəm. B-də xitab var, yoxdur. B-də xitab yoxdur. Yazdım mı bura? C-də xitab yoxdur. Yazıram bura. D-də xitab var. Yaza bilmirəm. E-də xitab yoxdur. Eni yazıram bura. Bitdi. B-nə xitabı tulladım. Keçdim o tərəfə. Nümunədə ara söz var. A-da ara söz var, yoxdur. Yaza bilmirəm. B-də vardır, var. Yaza bilirəm. C-də var. Yaza bilirəm. D-də var ara söz. Var. Yaza bilirəm. E-də var ara söz. Yaza bilirəm. Bıy de bənd. Aydındır. Sualın şərti, bax, həmişə deyirəm, bax. Sualın şərti böyükdürsə sevinin. İnanın mənə, sualın şərti böyük olursa ən asan sual. Çünki onu parçalamaq olur. Siz qısa şərtli suallardan qorxun. Aydındır. Bəzən elə olur ki, sualın şərti böyük olur, 2 addıma cavab çıxır. Aydındır. Və MİQ imtahanında həmişə deyirəm, siz savadınız yox, bacarığınız lazımdır. Ona görə də siz sual tipini həlləməyə çalışın. Yəni, probleminiz, məsələn, deyir ki, müəllim, mən bu qədər oxuyuram. Məsələn, bu ayaqda bu qədər test işləyirəm, əziyyət çəkirəm. Biz niyə? Sual tiplərini eləməlisən. Məsələn, özünü öldürə, imtahana düşə biləcək 20-25 sual tipi var. Sən o sual tiplərini özün üçün bir yerə qeyd eləsən, inanla mənə istənilən sualı yazarsan. 25 ixtisas sualını ən azı bir 23 plus yazarsan. Sxemlər deyirsən. Həmçinin, mətnlərdə nə haqqı verəcək, onu deyəmirəm. Amma oxuyub anlamada Oxuyub anlamada biz mətnlərlə bağlı danışanda nə deyirik? Bizim problemimiz odur ki, biz fantaziya qurmağa çalışırıq. Ay müəllim, bu belə olsaydı, belə olardı. Yox, mətn sualların bir neçə forması var. Birinci forma mətnin məzmunudur. Mətnin məzmunla bağlı sual o deməkdir ki, bu faktoloji sualdır və orada var. Sənin ehtimalın burada yaramır. Məsələn, deyək ki, yazılıb ki, məsələn, güclü qar yağmış, hər yer şaxta idi, Əhməd küçə ilə gedirdi, tələsir ki, çalışır ki, məktəbə test çatsın. Düzdür? Müdavim deyir ki, müəllim, hava şaxtaladır, gedib, məsələn, debəndə Əhməd üşürdü variantı və mən onu götürdüm ki, Əhməd bu qədər şaxtada üşüməlidir. Mətndə yazılıb, mətndə Əhmədin soyuğa görə tələsdiyi yazılıb, elə bir fikir yoxdursa, belə ki, gözüm aydın. Olmaz. Qəti. Baxın, mətnin məzmunla bağlı doğru cavab o deməkdir ki, mən iki gözümdən o cavabı orada görürəm. Hava isti desin şaxtalıdır, ayazıdır, fırtına bir yandan. Mətndə Əhmədin üşüməsi ilə bağlı hər hansı bir söhbət yoxdursa, məsələn, bu cümlə belə olsaydı ki, belə deyək də, Əhməd məktəbə tələsir ki, donu asılsın, aha, deməli üşüymüş. Fikrim çatdı mı? Yəni, bu şey yoxdursa, bu istiqamətləndirici ifadə yoxdursa, sən Əhməd deməli hava soyuq olub, şaxta olub, boran olub, tufan olub, Əhməd üşüb deyə bilmərsən. Bax, deyirəm bu. Bu bir tip mətndə. İkinci mətndə nə olur? Mətn strukturu ilə bağlı məsələdir. Ən çox da bu abzasların müəyyən edilməsi. Mətn strukturu ilə bağlı sual görsəz, bilin ki, orada bir dənə abzas məsələsi var. Abzas məsələsi var. Abzas məsələsi nədir? Məsələn, deyək ki, bir adamın geyimindən danışırıq. Düzdürmü? Məsələn, mövzumuz nədir? Bax, həmişə belə yada salın. Mövzu, istəyir milsiz geyimi olsun, qulaq alın. Məsələn, mövzudan danışırıq. Mövzumuz nədir? Deyək ki, mövzumuz Rəhmanın geyimidir. Mətnimiz budur. Düzdür. Deyir ki, məsələn, Rəhman həmişə klassik geyinir, nə bilim, həmişə geyinmənə xüsusi özən verir və brendmanlardan geyir, nə bilim. Düzdür. Geyim. Bax, mövzumuz Rəhmanın geyimidir. Rəhmanın köynəyi həmişə ütülü olur. Artıq keçdik köynəyə. Bax, geyim mövzusuna uzaqlaşmamışıq ki, keçdik köynəyə. Keçdik. Abzas nədir? Abzas eyni mövzu ilə bağlı yeni fikir deməkdir. Mövzudan uzaqlaşmadan. Həm də mən sizə öyrətmişdim mətnlərdə ki, əlaqələndirici sözlər var. O əlaqələndirici sözlər varsa, deməli, yeni abzas yoxdur. Məsələn, bu, həmin, elə, bu tipli vəziyyətlər sonra ümumiyyətlə məzmundan çıxış eləyərik. 79-a qaydında. Necəsə düzgün yerə. Nə olub? Orada ikinci çıxıb. Oğurluq sadədir də. Mən iki götürmüşdüm. Oğurluq sadədir. Oğurluq sadədir, yoxsa düzəltmək. Bax, yamanmaq. Yamanmaq düzəltmədir. Yamanmaq məchul növdür. Oğurluq sadədir. Deməli, bu nə oldu?
Bu oldu düzəltmə, bu oldu sadə, keşməkeş sadə. Sonra quruca düzəltmə, tünlük sadə, azgözlük mürəkkəb. Hə, düzgün yerə yazılan bir dənə hansıdır? Bu ikisi. Hə, mən B götürmüşdüm, hansı? B0. Gəlin atın cavablarınızı mən sizin üçün yoxlayaram. Hə, B0. Aha, Cəmilə takibçədə atılır ha. Aynen testlə bağlıdır. Hə. Arabada mən PDF-ni soruşuyorum. 40 dəqiqə. Mən nə deyirəm ki? Mən nə deyə bilərəm? Davam edək. 85. Hansı sözlər eyni şəkilçi ilə yaranıb? Eyni şəkilçi. Hə? Baxaq bura. Buruq və çürük sözlərinə fikir verin. Baxın. Bu ırq şəkilçisi haqqında danışaq da, hə? Irq şəkilçisinin özəlliyi nə idi? Bax, ırq şəkilçisi. Saytını itirəndə nə olur? 42. Ərq də saytını itirəndə nə olur? 42 olur. Və bunlar bir-birinə oxşuyur. Bu məsələn, bax, D bəndinə baxın. D bəndində nə var? Qoru, q, sına, q. Baxanda bu qlar bir-birinə oxşuyur. Amma bunlar eyni deyil. Bunun üçün nə edirdik? Bəli, sadəcə əvvəlinə baxıram. Əvvəlindəki sahit qapalıdırsa, deməli bu I, U, Ü-dəndir. Görsən? U. Amma yox, açıqdırsa, deməli bu nədəndir? A-ədəndir. Yadda qala. Bax, məsələn, daraq sözündə də belədir. Bax, daraq. Deməli bu nədəndir? A-ək. Amma bu qırıq, ıq, uq. İndi B bəndinə baxın. Bur, buruq, çürük, çürük. Bax, bu nədir? Iq, iq. Zaten qalıb burada. Ələmdə iq, iq, uq, uq. Burada qapalı sayıda olduğu üçün bu nədir? Iq, iq, uq, uq. Yadda qala. Hə. Bir dəqiqə, buyurun. Bundan əlavə bir dənə sual vermək istəyirəm. Buyurun. Məsələn, biz var yox tipli sözləri, yaxşı etikatlı sözləri üstün hissəsinə aid edirəm. Niyə? Var. Nə, elə şey olar. Qrammatikada bir neçə söz var ki, qalıb havada hala bir hara əlavə eləyir. Etikatlı sözlər biz hansını yüksək? Niyə? İsim götürə bilərsən, sifət götürə bilərsən. Bu elədir də. Qaqaş necə ola bilər ki, qaqaş özdə? Bir söz, yəni nitq hissəsi olmasın, qalsın havada. Mən hara yazım, ona deyil, sən gözlə hələ. Neçə min illi gözləyirlər. Müəllim. Hə. Amma bəndə fərqli nitq hissələrindən yaranıblar deyə eyni götürmürük. Qəmginlə süzgün. A-da. Hə, yox. Bax, burada necədir? Qın, gin, qun, gün. Qəmgin isimdən, süzgün feildən. Biz nə demişdik? Adlarla feillərin leksi şəkilsə nədir? Eynidir, fərqlidir. Hə. Məndə şimdi meratif sözlərdə necə olur? Dənə, Onların eləsi var, isimdir. Eləsi var. Bu sırf yəni bu sözlər ki, mən sırf meratif söz tutmuşlar, dansası. Ay kişi. Nitq hissəsi olmayan söz ola bilməz, məntiqlə. Morfologiya nədir? Morfologiya nədir? Morfologiya sözlərin ümumi qrammatik mənasına görə qruplaşdırılmış hissəsidir. Yəni dildəki bütün leksik vahidlər bir yerə qruplaşdırılmalıdır. Bura nədir? Gözlük miqraqda. Hə. Sonra. Başqa variantlar var. Yox. Qarşıqlama olur, mənimsə. Yox. Adlarına düzəldən bir dənə qındır. Hə. Cindir daha doğrusu. Eyni nitq hissəsindən yaranmalıdır. Bəli. Leksik şəkillərdə qayda belədir. Hə. Eyni nitq hissəsi yox, qoy bir dəqiqləşdirək. Eyni nitq hissəsi yox. Ad və feillər eyni olmaz. Məsələn, ola bilər ki, eyni bir şəkilçi həm sifətdən, həm isimdən feil düzəltsin. Olar. Yəni adlar və feil ayrın. Yəni adlara qoşulan leksik şəkilçi feilə qoşulmaz. Siz YouTube-da açmışsınız. Yox, YouTube canlı açmamışam. YouTube bunu qayd edirəm ki, ora düşsün. Hə. Zəng gəlir. Ay Allah. Bu nə vacib zəngdir. Bir dənə buna cavab verim, nə olur? Alo. Salam, salam, buyurun. Aha. Aha. Hə. Bildim, bildim. Mən canlı yayımdayam. İndi mən yoldaşlara deyirəm, sizin əlaqə saxlayırlar, narahat olmayın. Siz 12 kim oradasınız? Bəli, bəli, bəli. Aha, zəhmət olmaz. Bir də konum versin mənə. Tamam, atırlar bu saat. Evet, canlı yayım getdi, hə? Getdi də canlı yayım. Girmir ax. Yenidən başlatsaz olur. Hanı yenidən başlat? Beynələm amma çox kim var. Canlansın yenidən.
Orada Çox duraklar var. çalışsın deyəsən. Ana. Aktivdir. Ay yenidir o. Bilirəm də mən. Neyse koy yeniden olsun. Yok ne? Ha. Neyse yeniden aç. Gel bu nömreye söyler sana Allah. Bir de konum at bu nömreye. Mənim seçimim. Ver mənə yazını deyə bilmirəm. Çox əsas yaxşı. Cəmlə, necə zamanı görürəm də. Gene de uçuş rejimize de koyacağım. Gel bunu bu nömrənin şeyle bir konum at ona. Mən nə qeydiyyatını soruşurum, hə? Hə, deməli, yenə qoşul canlı yayma. Hə, davam elə. Neçə? 90? O yandadır. Birimizi dinləyə. Hə, yenə də boş xanlardan birinə yazıla bilər. Nədir burada problem? Deməli, istənilən halda qramaj şəkilçi var. C. Sən 5'i götürmüsən. Tərkibində 2 lek şəkilçi ola da bilər. O burada necə olar? Burada necə olar? Yoxdur sözün kökü ülkəli, yoxladı. Sən yoxla götürmüsən, ona görə çarşımısan. Yoxladı, bəli. Həmən adamlar 16-8 həmən qayıtmadılar, elə mi? Neyse. Hə. Davam eləyək. Neçəyə? 91. Ona gələn dəfə gəlib TikTok'u buradan açım. YouTube orada. 91'ə nə olur? Deyir ki, 91'də hansı cümlələrdəki cümlə özləri arasında şəxsə görə uzlaşma əlaqəsinin göstərisi yanlış göstərilir. Hə, biz barı, arzu şəkli olduğumuz üçün burada ə-kidir. Yenə mani olaram ki, məsələ? Buyur. Bəli, qaçırmaq feyli. Maq artırdı. Əgər d-dan qabaq maq artıra bilirsən, deməli eksi düşünə bilərsən. Hamısı elə indicə qapıdan çölə çıxsın. Sın. Mən onunla çoxdan tanışam. Bəli, tanışam. Gərək mən onun yolunu gözləyəm. Arzu şəkli, düzdür. Bunlar düzdür. Hə, yanlışlarsa 1-2 oldu. Hə. Bitti mi? Hara gedəcəksən? Buradakı hara sonra? Lənkərana. Bir amma səhvli olur, elə. Əlbəttə ki. Suala vəzincə suala cavab versin ki. Suala cavab verə bilməz. Necə? 97. 97. Baxaq görə nədir o? İnşallah 97'ni taparıq da. Düzgün fikir göstərin. Nüməli sözün yerinə işlədilməməsi leksi normanı pozmur. Xeyr, pozur. Bəli, məna problemi yaranırsa leksi norma pozulur. Yəni, leksi normanı nəzarət eləməsi budur. Məna, bitdi. Çatışmazlıq sözünə qrammatik yox, fonetik norma pozulmuşdur. Çatışmazlıq sözünə heç bir norma pozulur. Bəli, çatışmamazlıq olsa. Deməli, bu da nə oldu? Yanlış. Biz kitab aldıq cümləsində, qələmim infilak elə... Oy. Hə. Biz kitab aldıq cümləsində isimdən əvvəl bir sıra sözü artırsa qramar norma pozulmaz, pozular. Bir sıra kitablar, çünki cəm istəyir, bəli. Yuxu şirin, nə amması? Yuxu şirin, həyat acı, yatmışsanmı, oyaqsanmı, ey ruhumun ehtiyacı, gözlərimə çıraqsanmı, oy. Nömrəsində heç bir norma pozuntusu yoxdur. Yuxu şirin, həyat acı, yatmışsanmı, oyaqsanmı, ey ruhumun ehtiyacı, gözlərimə... Burada norma pozuntusu yoxdur. İxtisarlar, yəni ellipslər, norma pozuntusu deyil. Deyil. İxtisar heç bir norma pozuntusu deyil. Ellipsisdir. Ellips əksinə gözəllikdir. Hə, alçaq təpələrdən də bizim kəndimiz görünür. Cümləsi leksiyona pozulmuşdur. Cəzadır, təpə alçaq. Belə. Mən elə xatırlayıram ki, siz demişdiniz, norma pozuntusudur, sanalım həmçislərin ixtisarına səfsalına deyirsiniz. Bilirsən nə vaxt olar? Əgər lazımsız yerə ixtisar olsa. Lazımsız ixtisar olsa. Məsələn, necə ixtisar? Qulaq asın deyirəm. Qulaq as. Bax, məsələn, ağ yer. Qulaq as, deyək ki, belə olsa, fikir ver. Biz deyirik ki, eləmən, nəsə. Məsələn, biz deyirik ki, həmçisədə ixtisar necə olmalıdır? Həmçisədə biz deyirik, qayda belədir də, əlini, vəlini, düzdür, əlini, vəlini, şəftəlini.
belə olmalıdır. Ya hamısında ixtisar yerinə şey olmalıdır. Şəkil çorda olmalıdır. Ya birincidə buraxılmaq, sonuncuda saxlanılmaqla Əli, Vəli və Şəftəlin. Düzdür? Demişdi birinci, ikinci olub. Bir də icazə ver. Amma görsək ki, yarımçılığı var, ondan da onun pozuntusu olur. Yəni ki, qayda mənə belədir. Ya ixtisar yoxdur, ya sonuncuda saxlamaqla digərində ixtisar var. Əgər bu tərsinə olsa, məsələn, fərzlə ki, belə olsa, baxın, deyək ki, qayda belədir. Əli, Əlini, Vəli və Şəftəlini. Belə olsa, hə. Şəftəlini, nəsədir? Şəftəlini. Belə olsa, ona pozulacaq. Belə. Bitirək, ağırlı acı, çünki uzun videolarımsa heç kim baxmır. Onsa axıra qədər də baxmırlar. Öz bilin, yəni mən elə biləm ki, biraz faydalı şeylərdən danışdıq. Bir şeylər öyrənə bildik? Səhih, təşəkkürlər. Buyur. Ona aidiyyəti yox idi cümləsində. Aidiyyəti sözü qoşmadır. Aidiyyət. Xeyr. Aidiyyət deyə bir qoşma. Qoşmadan düzəlir. Bəli. Məsələn, məktəbə qədər sözlərə qoşma mürəkkəb sözün tərkib hissəsidir. Ola bilər. Qıcı kimlər sözündə də həmçin. Yoxdur, qıcı. Necə? Biologiyada. Ha, Mən onda məktəbə qədər sözündəki qədər. qoşmadır. Qoşmadır. Bəli. Amma mürəkkəb sözü. Bəli. Siz mürəkkəb sözün tərkibində şey ola bilər, köməkçi səs ola bilər də. Bu normaldır da. Yox, mürəkkəb sözü köməkçisi ola bilər, amma bir tərəfi siz köməkçini istəsəniz. Mümkündür. Mümkündür. İstisnadır o. İstisna qaydanı pozmur. Hə. Burada bir rəy yazılıb ki, amonim bəziyyətdə amonim olmayan sözlərdən danışarsınız. Danışa bilərsiniz. Vaxt aparacaq. Məsələn, gəlin söz, o sözlər də amoqraflar, amoforumlar, onlardır. Vurğa gəlməsi dəyişən sözlərdir. Onlar amonim deyil. Amonimin qaydası budur ki, iki tərəf dünya dağılsa da birə-bir eyni cürə deyilib, eyni cürə yazılmalıdır. Vurğu fərqlənirsə, tələffüz fərqlənirsə, yazılış fərqlənirsə, nə bilim, bunlar heç bir halda amonim deyil. Belə yekunlaşdıraq, çünki baxamın, əgər fikirlərim dərs maraqlısa, rəy bölməsində qeyd edin. Bu qədər. Hələlik özünüzü qoruyun. İnşallah növbəti videolarda görüşənək. Yoruldum. Bunu bağlayın. Burada